təpəsindən BD perpendikular qaldırılıb. Sonra yazıb ki, ACD 90 dərəcə. ACD. Burada nəsə səhv düşüb. ACD olmaz, ACB olar. ACB olar, çox güman. ACB, yəni bu düz bucaqlı üç bucaqdır. Deyir ACD-nin bilmədim də bu sualda dəqiq nəyi verib bizə. Bax, çaşdırdı məni. Yəni burada nə verib? Burada ACD 90 yazıb ACD-ni soruşur. Oranı məni çaşdırdı. Neyse, bu qalsın çünki sual dəqiq deyil. Sonra sualın düz versiyasını tapsam izah edərəm. Deyir, müstəvini kəsməyən AB parçasının ucuları müstəvidən bu səbəb ortanıb. Bax, mən sizə bunu əslində şifahi bir sualdır. Demişdim ki, müstəvini kəsmirsə, uc nöqtələrdən olan məsafəni toplayıb ikiyə böləndə orta nöqtədən olan məsafəni tapmaq olur. Müstəvini kəsmirsə. Kəsirsə, uc nöqtələrdən olan məsafəni çıxıb ikiyə böləcəksiniz. Burada kəsmirsə, toplayıb ikiyə bölürsünüz. Yəni, uc nöqtələrdən olan məsafə. Diqqətli olmaz ki, bu uc nöqtələrdən olan məsafə olmalıdır. Bu da 8 edir, 2-yə də böləndə 4. Sonra. Deyir, uzunluğu 17 olan parça müstəvini kəsir. Deməli, yenə də bir müstəvi götürürük. Və bu müstəvidən keçən bir xətdir. Bizə də deyir ki, parça müstəvini kəsir. Kəsirsə bu şəkildə. Bu AB parçasıdır. 17-dir uzunluğu. Müstəvini kəsir. Və yazıb ki, parçanın uclarından müstəviyə qədər məsafə 7-8. Tutaq ki, bura 7, bura 8. Belə. Onda nə baş verəcək? Deyir ki, bu parçanın müstəvi üzərindəki proyeksiyasının uzunluğu. Bu parça AB parçasıdır. Bayaq işlədik də bundan. AB-nin burada MN-dir də, MN-i tapacaqsınız. Bayaqlar bunun qaydasını dedim də sizə. Bunu ən asandır. Bunu çəkirsiniz. Bunu belə. Onda bura 7-dirsə, burada 7-dir. Onda bu BK oldu 15. AB-ni də 17 verdiyinə görə bura 17-nin kvadratı 289-dan 225 çıxanda bura 8. Deməli, MN nə qədər oldu? 8. Çünki AB-nin proyeksiyası MN-dir. Burada A nöqtəsindən alfa müstəvisinə AB perpendikuları bu mailləri çəkilib. Deməli, burada bir şey çəkək. Müstəvi. Bura alfa. Deyir ki, A nöqtəsindən alfa müstəvisinə AB perpendikuları AC və AD mailləri çəkilib. AC və AD mailləri çəkilib belə. Bu şəkildə. Yazıb ki, ACB 30 dərəcə, buranı 30 dərəcə verib. AC 16 verib. BD-ni 6 verib. Bir dəqiqə. Deyir ki, AB perpendikuları AB perpendikuları, mən burada bir dənə şey səhv elədim. AB perpendikuları idi bu. AB perpendikuları AC və AD mailləri. BD-də 6. İndi bura 30 dərəcədirsə, bu ABC də düz bucaqlı 3 bucaq. 30 dərəcə bucaq qaçan kateti betonun yarısı. Bura 8. Bura 8. Onda bura 6, bura 8-dir, bura 10. AD 10 oldu. Qutadı getdi. Bax bu şəkildə. Keçən il düşən sual. Deyir, müstəvidən 16 cm olan məsafədə nöqtədən bu müstəviyə uzunluğu 32 olan mail çəkilmişdir. Bax. Müstəvidən 16 cm olan məsafə buradır. Müstəvidən 16 cm məsafə buradır. Və bizə deyir ki, müstəviyə uzunluğu 32 olan mail çəkilmişdir. Keçən illəri həqiqətən asad düşübmüş. Belə mail. İndi bizə deyir, mailin müstəvi ilə əməliyyat etdiyi bucaq. Mailin müstəvi ilə əməliyyat etdiyi bucaq budur. Burada onda 30 dərəcə olacaqdır. Çünki burada 16, 32-nin yarısı onda 30 dərəcədir. Sonra gəlin baxaq. Deyir, müstəvini kəsən parçanın ucları müstəvidən 1-3 cm məsafə. Parçanın orta nöqtənin müstəvidən məsafəsi neçədir? Yenə deyirəm, bu da şifahidir.
Bax, görürsünüz, müstəvini kəsən deyir. Dedim axı, kəsəndirsə, kəsirsə, uc nöqtələrdən olan məsafələri çıxıb 2-yə bölürdünüz və orta nöqtədən olan məsafəni tapırdınız. Onda 3 çıx 1 böl 2, o da 1 eləyəcək. Burada deyir, bərabər tərəfli ABC üçbucağının A və B təpələrindən onun müstəvisinə perpendikular qaldırılmışdır. Bərabər tərəfli ABC üçbucağının, bu əslində birinci qrupdur, sual. Eləyək də, bərabər tərəfli üçbucaq deyirsə, bərabər tərəfli üçbucaq bu şəkildə və deyir ki, A və B təpəsindən onun müstəvisinə AA1 və B1 perpendikular qaldırılmışdır. Yəni bu cür. AA1 perpendikulyara bənzəmədik. AA1 perpendikulyar, BB1 perpendikulyar. AA1 və BB1 perpendikulyar qaldırılmışdır. Yazıb, bunlar 6'dır. Belə. İndi bizə deyir ki, C nöqtəsindən bu A1 ilə B1'in ortasını birləşdirən düz xəttin, fikir verin, bunların ortasını birləşdirən düz xətt bu şəkildə olacaq. ABC üçbucağı müstəvisi ilə əmələ gətirdiyi uzaq. Bax, həmin bu C nöqtəsi ilə A1'in orta nöqtəsi də K olsun. Bax, bu həmin KC-nin bizə deyir ki, ABC üçbucağının müstəvisi ilə əmələ gətirdiyi uzaq. Bax, ABC-nin müstəvisi ilə əmələ gətirdiyi bucağı tapmaqdan ötürü nə etməlisiniz? Bu ABC üçbucağının hündürlüyünü çəkməlisiniz. Hündürlüyünü çəkməlisiniz. Bir də buradan belə bir hündürlük çəkməlisiniz. Bu şəkildə. Yəni, onu tapmaq üçün hər ikisinin hündürlüyünü çəkməlisiniz. Belə. Və buradakı alınan fiqur da necə fiqurdur? Bu da belə perpendikulyardır bunu. İndi diqqətlə qulaq asın. Nə baş verəcək burada? AB-ni 4 verdiyinə görə elə A1, B1 də 4 olacaq və onda bura 6'dır. Onda AB-ni də 4 verdiyinə görə bərabər tərəfli üçbucaq olduğuna görə həmin bu CH-vara bərabər tərəfli üçbucağın hündürlüyüdür. Bərabər tərəfli üçbucağın hündürlüyü də təbii ki 2 kök 3-də bu şəkildə. Tərəf 4-cü, bura 2 kök 3. İndi buradan bizdən də bu bucağı soruşur. Bu bucağı. Alfa. Bu bucağı. Biz bu bucağın əlbəttə ki tangesini tapa bilirik də. Tangesi alfa nəyə bərabərdir? Çünki bu KHC düz bucaqlı üçbucaq tangesi alfa olur. Qarşıdakı katet böl bitişik katet. Bunda kök 3'ə vuranda 6 ilə 2 gedir 3 qalır. Kök 3'ə vurub böləndə kök 3 qalır. O da alfa 60 dərəcə edir də. Belə. Burada nə deyir görək? Deyir, müstəvidən 6 cm məsafədə olan nöqtədən bu müstəviyə 30 dərəcə bucaq altına çəkilmiş mailin uzunluğu. Müstəvidən 6 cm məsafədə olan nöqtə belədir. Bu müstəviyə 30 dərəcə bucaq altına çəkilmiş mail. Bu müstəviyə 30 dərəcə bucaq altına çəkilmiş mail də budur. İndi deyir ki, mailin uzunluğu. Təbii ki, 30 dərəcə bucaq qaçanında katet 6-dırsa, mail də 12-dir. Oldu bu şəkildə. Əziz şagirdlər, deməli bu video, indi inşallah o birisi videoları da paylaşacağım. Yəni maksimum imtahana qədər yenildirəm. O birisi kanal düzələnə kimi bu kanalda dəstək olacağım sizlərə. Yəni dəstəyin arası kəsilməyəcək. Abunə olmağı, bu kanala abunə olmağı, dəstək olmağı unutmayın. İndi sıra sizdədir, sizin dəstəyinizdədir. Kanala abunə olmağı unutmayaq. Və belə deyək ki, mən də hər gün videolarımı paylaşacağım sizlər üçün. İnşallah da o birisi kanalda qısa müddət ərzində geri qayıdar. Sağ olun, uğurlar sizə əziz şagirdlər.